Hər gün süfrənizə şəfa niyyəti ilə qoyduğunuz salatların imtina edilməzi olan o qırmızı pomidor əslində bədəninizdəki gizli iltihabın və bitmək bilməyən oynaq ağrılarınızın əsas səbəbkarı ola bilər. Bugün 95% insanın bilmədiyi elmi həqiqəti dərhal videonun başında açıqlayıram. Əgər sizin podaqa, revmatizm, artrit kimi xroniki xəstəlikləriniz varsa və ya səbəbsiz yerə diz, bel, boyun nahiyəniz sızıldayırsa, pomidor istehlakını dərhal nəzarətə götürməlisiniz. Çünki bu tərəvəz müəyyən həssas insanlarda immunitet sistemini çaşdıran və oynaq ətrafı toxumalarda kəskin həssaslıq yaradan bitki müdafiə maddələri ilə doludur. Dostlar, hər gün yediyimiz qidaların tibbi araşdırmalarla sübut olunmuş gizli tərəflərini üzə çıxardığımız bu kanala hələ də abunə deyilsinizsə, elə indi aşağıdan abunə olun və o zəng işarəsini aktiv edin. Çünki bu kanalda paylaşılan məlumatlar sizi gələcəkdə lazımsız dərman xərclərindən xilas edə bilər. Abunə oldunuzsa, keçək ən kritik məqama. Oynaqlarınızın hər pomidor yediyinizdə niyə reaksiya verdiyini elmi faktlarla izah edəcəm, lakin bu, hələ icebergin görünən tərəfidir. Bu videonu mütləq son saniyəsinə qədər çox diqqətlə izləyin. Çünki videonun ortasında pomidorun sadəcə oynaqları yox, elə bir daxili orqanınızı tamamilə sıradan çıxartdığını elmi sübutlarla deyəcəm ki, bunu çoxunuz hər gün yaşayırsınız. Ən əsası isə videonun sonunda pomidordan tamamilə imtina etmədən onun zərərli təsirlərini sıfıra endirməyin 3 sadə elmi qaydasını öyrənəcəksiniz. İndi isə gəlin hamımızın hər gün etdiyi bu səhvin elmi pərdə arxasına baxaq. Pomidor bədənimizə əslində nə edir? Gəlin həqiqətləri dəqiq danışaq. Pomidor botanika elmində Solanaceae, yəni gecə kölgəsi adlanan bitki ailəsinə mənsubdur. Bu ailəyə eyni zamanda badımcan, biber və kartof da daxildir. Təbiətdə bu bitkilər özlərini həşəratlardan və zərərvericilərdən qorumaq üçün xüsusi birləşmələr, yəni alkaloidlər istehlak edirlər. Cəmiyyətdə yayılan məşhur bir səhv var. Çox insan elə bilir ki, pomidorun meyvəsində yüksək miqdarda solanin adlı zəhərli maddə var. Elmi həqiqət isə budur. Solanin əsasən yaşıl və cüd edilmiş kartofda, həmçinin pomidorun yaşıl yarpaqlarında və gövdəsində olur. Pomidor bizim yediyimiz qırmızı meyvəsində isə solaninin əmioğlusu sayılan tomatini alkaloidi və yüksək miqdarda lektin adlı proteinlər var. Bəs bu maddələr oynaq ağrısı ilə necə əlaqəlidir? Tamamilə sağlam bir insanın həzm sistemi bu maddələri asanlıqla parçalayır. Lakin həzm problemi olan və ya genetik olaraq bu maddələrə qarşı həssaslığı olan insanlarda lektinlər və alkaloidlər bağırsaq baryerini qıcıqlandırır. Orqanizmdə immun reaksiyasını aktivləşdirir və dolayı yolla mövcud olan oynaq iltihabını alovlandırır. Bu mövzuda elmi araşdırmalar nə deyir? ABŞ-nin dünyaca məşhur tibb mərkəzi olan Cleveland klinikası və bir çox revmatologiya mərkəzlərinin hesabatlarına görə, gecə kölgəsi bitkilərindəki bu maddələrin oynaq ağrılarını birbaşa yaratdığına dair hələlik hər kəs üçün keçərli olan qəti bir ümumi elmi konsensus yoxdur. Yəni pomidor tamamilə sağlam insanda durduq yerə artrit yaratmır, lakin eyni araşdırmalar göstərir ki, xüsusilə revmatoid artrit xəstələrinin əhəmiyyətli bir hissəsi rasionlarından pomidor, badımcan və biberi çıxardıqdan sonra oynaqlarındakı ağrıların və şişkinliklərin kəskin şəkildə azaldığını bildirirlər. Daha bir şok edici araşdırma isə məşhur kardioloq və bədən biologiyası üzrə dünya miqyaslı mütəxəssis Steven Gundry tərəfindən aparılmışdır. O, özünün bitki paradoksu adlı elmi əsərində pomidorun tərkibindəki lektinlərin bağırsaq divarında mikroskopik dəliklər açdığını, tibbdə buna sızan bağırsaq sindromu deyilir, elmi şəkildə sübut edib. Bağırsaqdan qana sızan bu zərərli maddələr birbaşa oynaq kapsullarına gedib yığılır. İmmunitet sistemimiz isə bu maddələri məhv etmək istəyərkən səhvən bizim öz doğma oynaq toxumamıza hücum edir və bədən öz-özünü yeməyə başlayır. Bəli, videonun başında sizə söz verdiyim o ikinci qrupu açıqlamağın vaxtı gəldi. Pomidorun tam mənası ilə bir zəhərə çevrildiyi o ikinci qrup, böyrəyində qum, daş olanlar və ağır mədə bağırsaq xəstələridir. Biraz əvvəl qeyd etdiyim o oksalat maddəsi var axı, bax o maddə böyrəklərə çatdıqda kalsiumla birləşir və kalsium oksalat daşlarını formalaşdırır. Əgər sizin böyrəyiniz daş yaratmağa meyillidirsə, hər gün pomidor yeməklə siz faktiki olaraq öz böyrəyinizdə növbəti daş əməliyyatının təməlini qoyursunuz. Həkimlər boş yerə demirlər ki, uroloji problemi olanlar pomidorun çəyirdəyindən qaçmalıdır. Bununla da bitmir. Əgər sizdə reflüks, kəskin qastrit və ya mədə xorası varsa, pomidor sizin mədənizi daxildən yandıran bir asid bombasıdır. Pomidorun təbii turşuluğu o qədər yüksəkdir ki, o mədə qapağını tamamilə boşaldır. Nəticədə mədə turşusu yuxarı, yemək borusuna doğru sızır. Boğazınızda acı dad, gecələr boğulma və ürək yanması hiss edirsinizsə, dərhal soyuducunuzda pomidorları azaldın.
Çünki bu zədələnmə uzun müddətdə yemək borusu xərçənginə qədər apara biləcək ağır fəsadların gizli başlanğıcıdır. Yaxşı, bəs biz indi nə etməliyik? Pomidordan ömürlük imtina etməliyik. Xeyr, əgər xəstəliyiniz kəskin dövrdə deyilsə, pomidorun zərərini sıfıra endirən və onu təhlükəsiz edən 3 elmi qaydanı tətbiq edə bilərsiniz. 1. Qabığını və çəyirdəyini mütləq atın. Bütün toksinlər, o dediyimiz solanin və lektinlər pomidorun qabığında və daxilindəki o yaşıl, sulu çəyirdəkli hissəsində cəmləşib. Pomidoru qaynar suya salıb qabığını soyun və içindəki çəyirdəkləri bıçaqla çıxarıb yalnız ətli hissəsini yeyin. Beləcə zərərin 90%-dən qurtulmuş olursunuz. 2. Çiğ yox, bişmiş formalara üstünlük verin. Termiki emal, yəni yüksək temperaturda bişirilmə pomidordakı zərərli lektin zülallarını parçalayır və onları tamamilə zərərsizləşdirir. Üstəlik, bişmiş pomidorda ürəyi qoruyan likopen maddəsi daha da aktivləşir. Yəni çiğ pomidor salatı oynaq düşmənidirsə, zeytun yağında bişmiş pomidor sosu və ya qayğanaq daha təhlükəsizdir. 3. Qışda pomidor yeməyi tamamilə unudun. Qış aylarında süni dərmanlar və hormonlarla istixanalarda böyüdülən, içi ağ və sərt olan pomidorlar əsl kimyəvi bombadır. Onların tərkibindəki solanin miqdarı yay pomidorundan 3 dəfə çoxdur. Qışda pomidor yemək oynaqlarınızı birbaşa intihara sürükləməkdir. Əziz izləyicilər, sağlamlıq bizə verilən ən böyük əmanətdir və bəzən ən faydalı bildiyimiz qidalar belə bizim ən böyük düşmənimizə çevrilə bilər. Əgər sizin də ətrafınızda müntəzəm olaraq diz, bel, oynaq ağrılarından şikayət edən, böyrəyində daş olan yaxınlarınız varsa, bu videonu dərhal onlarla paylaşın və onları bu gizli təhlükədən xəbərdar edin. Bəs siz hər gün pomidor yeyirsinizmi və ya bu simptomlardan hansısa sizdə var? Fikirlərinizi şərhlərdə yazın, hər birini oxuyacağam. İndi isə faydaları haqqında qısa məlumat verib videonu sonlandıracağam. Antioksidantlarla zəngindir. Xüsusilə likopin adlı maddə ürək-damar xəstəliklərinin və bəzi xərçəng növlərinin riskini azaltmağa kömək edir. Vitamin C mənbəyidir. İmmunitet sistemini gücləndirir və dərinin sağlamlığına faydalıdır. Kalium tərkiblidir. Qan təzyiqinin normal səviyyədə saxlanmasına kömək edir. Az kalorili və liflidir. Sindirim sistemi üçün faydalıdır və çəki idarə etməsində köməkçidir. Göz sağlamlığına faydalıdır. Tərkibindəki A vitamini və beta-karotin görmə qabiliyyətini dəstəkləyir. Dəri sağlamlığı üçün faydalıdır. Antioksidantlar dərinin günəş zədələnməsindən qorunmasına köməkdir.